diksiyası. Arif müəllim o baməzə söhbətlər çox daxı. Arif müəllim buradan salamlayıram. Can sağlığı arzu edirəm. Arif Babayev bizim böyük xanəndəmiz, mənim də ustadım. Həmişə o sözü ağzında o necə deyim, o bişirməyib çıxardan xanəndiyə o bir baməzə yolla deyirdi ki, ay bala, bir o sözü açıq de görüm, dədəmə söyürsən, nənəmə söyürsən, bir bilim də görüm nə deyirsən. Nə demək, amma bayaq Gönül xanım siz ifa etdiniz. Elə onu dedim ki, Gönül xanım o qədər aydın sözləri səlis deyirdiniz ki, yəni o sözləri başa düşməmək qeyri-mümkün idi. Bu barədə icazə versəniz, mən deyim sonra. Xanəndəlik, bir kəlmə onu deyəcəm, xanəndəlik sənətinin ilk qollarından biri diksiyanın təmiz olmağıdır. Bəli, bəli. O da Gönül Xasiyevada maşallah, maşallah. Allah sizi var eləsin. Bizim